Rauf Harifoğlu əslində mətbuatın Sizif əməyini öz üzərinə götürmüş, xüsusi seçilmiş insanlardan biridir. Mənim gözümün qarşısında onun kustar bir formada Yeni Müsavat qəzetini necə çap etdiyi və necə payladığı və hansı əziyyətlərlə o qəzeti ərsəyə gətirib və bu günə daşıdığını, bu ancaq belə inatlı və belə ardıcıl bir düşüncə ilə etməyin mümkünlüyünü görürəm. Və bu xüsusilə də bu qəzet əslində meydanlarda doğulan qəzetdir. Bu qəzet həm də cəbhədə doğulan qəzetdir, yollarda doğulan qəzetdir. Bu konkret məkanı olmayan, hansısa bir komfort şəraitdə ortaya çıxmayan bir məhsuldur. Və bunu hər bir dəyişən situasiyada salamat bir məntəqədən o birinə gətirib çatdırmaq böyük bir fədakarlıq və həm də peşəyə sevgi tələb edir. Rauf Harifoğlu nə qədər siyasətdə formal olaraq olsa da, mətbuatda təbii olaraq qaldı. Mətbuatdan qopmadı, özünü bütövlüyünü siyasətə köçürmədi. Və sonraki dönəmdə də bunu göstərdi ki, o yenə də mətbuat kimliyi ilə, qəzetçi kimliyi ilə daha çox uyğun olduğu yerdə hiss edir. Rauf Harifoğlu bütün situasiyalarda, bütün rejimlərdə, bütün dövrlərdə mətbuatdan yorulmadı, mediadan yorulmadı və media ilə iç-içə qaldığını göstərdi. Ən böyük xüsusiyyəti birinci növbədə təşkilatçılıqdır və yaratdığı qəzeti özü satmaqdan utanmayan və bunu həm də müasir dövrün bir biznes sistemi içində yerləşdirə bilən və informasiyanın əlahidəliyini qoruya bilən bir zehniyyətə sahib olmasıdır. Yəni bunları adam yaxşı qəzetçi olur, amma yaxşı menecer olmur. Yaxşı deyək ki, müəyyən dərəcədə yazar olur, amma kollektiv işlədə bilmir. Rauf Harifoğlu bu kompleks, bu qabiliyyətləri özündə cəmlədiyinə görə başqalarından məhz bu xüsusiyyətinə görə fərqlənir. Yəni o bir holding başçısı kimi özünü qəbul etdirə bilib və özünü burada görür. Bu tamdan ayrılan parça kimi Rauf Harifoğlunu görmək mümkün deyil. Yazı da yaza bilir yüksək səviyyədə, danışa da bilir, söz də deyə bilir və idarə də eləyə bilir və kollektiv yarada bilir və kollektivdə də çeşidləməni apara bilir. Və müasir dövrün də tələbinə uyğun, çağırışına uyğun öz texnoloji sistemini də dərhal dəyişməyə can atır. Bu çox önəmlidir. Yəni bir köhnə qəzetçi kimi qala bilərsən, yeni texnologiya transfer olunmaya bilərsən. Rauf Harifoğlu məhz bunu bacardığına görə fərqlənə bilir başqalarından. Rauf bəylə bizim münasibətlərimiz həm yaxın olub, həm də çox bizim müzakirələrimiz, mübahisələrimiz olub. Məsələn, Rauf bəy bir xüsusiyyəti var ki, oponentin fikirlərini öz fikirləri ilə yanaşı, əleyhinə olan belə fikri öz fikirlərinə yanaşı verməyi bacaran, ona cəsarəti olan bir qəzetçidir. Vaxtilə onun demək mən Xalq Cəbhəsi partiyasının sədr müavini olanda Rauf Harifoğlunun bir mövqeyinə qarşı yazı yazmışdı və o yazını Yeni Müsavat qəzetində mən göndərdim, onu dərc elədi. Yəni öz əleyhinə yazını dərc eləyə bilən adam mətbuatın dəyərini özündən ucada görməyi bacaran adam. Pluralizmə həqiqi mənada yol verdiyinə görə, meydan açdığına görə bu qəzeti ancaq Azərbaycan mətbuatının uğuru hesab eləmək olar. Buna görə mətbuatda bu müddət ərzində o öz adını və mövqeyini qoruyub saxlaya bilmiş. Əslində 60 yaş yaradıcı insanlar üçün statistika üzərindən baxılmır. Yəni Rauf Harifoğlu 40 yaşında da, 50 yaşında da, bəlkə 70 yaşında da, Allah nəsib eləsin, 90 yaşında da yaradıcı insandırsa, onun varlığı ya onun məsələlərə yanaşması yaş üzərindən heç vaxt dəyərləndirilməyəcəkdir. Məhsuldarlıq üzərindən dəyərləndirir. Nəyi etmədin və nəyi etdin? Mən bəzən bu yaş sahibi olan insanlara daha çox tələbim biraz çox sərtdir. Nəyi edə bilərdin, etmədin. Çünki sənin missiyan başqa statistik yaş dolduran insanların missiyası deyil.
və nəyi etmədiyinin məsuliyyətini, sorumluluğunu sən mütləq daşıyırsan. Mənə elə gəlir ki, Rauf Arifoğlu ya da bu sual verilməlidir. Nəyi etmədin? Nəyi edə bilərdin və onu etmədin? Bəlkə nələrsə məhdudluq, maneçilik, nələrsə hansısa bir sistem və başqa məsələlər nəyəsə əngəl ola bilir. Amma bütün hallarda qapılar bağlı olanda da nəfəsliklər açıq olur. Mənə elə gəlir ki, Rauf Arifoğlu bu nəfəsliklərdən doğru istifadə edə biləcək və oradan cəmiyyətə yaxşı havanı, faydalı havanı verə biləcək işlər gördü.